Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, bu günlərin biz Azərbaycanımızın gözəl və görməli yerlərindən biri olan Neftçala şəhərindəyik. Neftçala şəhərində mən tənqidçi Vüsal Kəlbəcərli bu günlərin 4-5 dənə tənqid çəkməyimə baxmayaraq, şükür Allaha ki, bir dənə müsbət mövzuda müəllimlə bağlı gözəl çəkilişə gəlmişəm. Və bir daha təbrik edirəm. Çoxlu sayda şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardım. O müəllimlər, şagirdlər hər biri müəllimə haqqında gözəl sözlər dedilər. Mən də istəyirəm həmin müəllimi sizlərə təqdim edəyəm. Müəllimə adınız, soyadınız? Məmmədli Vəfaqət. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmışsınız müəllimə? 35. 35 ildir təhsil sahəsində canınızı fəda verən müəllimsiniz. Hansı fənn tədris edirsiniz müəllimə? İnformatika fənnini. Çox gözəl. Bugünkü dövrün tələbi olan informatika. Bəli, həqiqətən də bugünkü dövrdə informatikanı müasir dövrümüzdə ingilis dilini bilməyən şəxslər heç bir həyatda uğur qazana bilməzlər. Mənə bu qədər ixtisasların içində siz nəyə görə o ixtisası seçdiniz? Elə bil ki, burada tələbat var idi. Mən də avtomatikanı qurtarmışdım Politexnik Universitetdə. Sonra təzə ixtisas dəyişməklə getdim Müəllimlər İnstitutunda və ixtisasımı dəyişdim, bəli, oldum informatika müəllimi. Çox gözəl. Və hal-hazırda neçə yaşınız var müəllimə? 64. 64. Bir ildən sonra təqaüd. Bəli. Və bizim arzumuz nədir? Jurnalistlər ya müsbət çəkməlidir, ya mənfi çəkməlidir. Biz də aidiyyəti olan orqanlardan, başqa cənab prezidentimizə xahişimiz və arzumuz odur ki, həqiqətən də müəllimə kimi, Fatih müəllimə kimi müəllimlərə ən yüksək adlar, həqiqətən tərəqqi medalı, əməkdar, tavasıda şahid adlara layiq olan müəllimdir. Bunu biz jurnalist olaraq, biz çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular aparan zaman həqiqətən də o ada layiq olduğumuz bilirlər. Bizim də arzumuz odur ki, inşallah təqaüddən çıxana qədər yəqin ki, hansı adlar alarsınız, biz də gəlib sizlərlə bağlı gözəl çəkiliş eləyək. Arzumuz olur inşallah. İnşallah. Və sizə uğurlar diləyirəm. Müəlliməm, bizim çəkilişimiz vasitəsilə bu günlərin 26 sentyabr 2025-ci ildir. Şagirdlərinizə, tələbələrinizə, övladlarınıza öz ürək sözləriniz nədir? Mənim çox gözəl şagirdlərim oldu. Yaxşı yerlərdə oxuyurlar. Qutaranlar da var. Yəni ki, yaxşı işlərdə işləyənlər də var. Bu il mən elə bil ki, 11-ci sinif buraxmışam. 19 nəfər şagirddən 17 nəfəri tələbədirlər. Onların içində qızıl medal alan da var olimpiyadada. Mediumsta oxuyanlar da var. Yəni yüksək ballarla universitetə girən uşaqlarım var. Ondan sonra bu il nəvələrim də mənim universitetə qəbul olurlar. Birisinin lap sinif rəhbəri olmuşam. Elə ki, bəli. Biz bilirik, müəllimlikdən əlavə siz gözəl ana, gözəl mənə, gözəl həyat yoldaşsınız. Və mən bu sözü həmişə demişəm, bəzi xanım müəllimlərin xəttində dəyməsin və demək olar qarşınızda için nümayəndəsi olaraq onu demək istəyirəm ki, xanımların, yəni müəllimlərin, fərqli yox, həkimlərin, ali təhsilli insanların həyatda uğur qazanmaların səbəbkarları onların ali məktəbə qəbul olana qədər, universiteti tutarana qədər ataları, anaları və özləridir. Ali məktəb qutarandan sonra, ailə qurandan sonra həyatda uğur qazanmaların səbəbkarları onların həyat yoldaşları. Həyat yoldaşları, bəli. Ona görə də bu fürsətdən istifadə edib həyat yoldaşlarından öz adımızdan dərin təşəkkür edirəm. O da təqaüddə olan dövlətimiz üçün canını fəda vermiş və bugünkü gündə təqaüddə olan insan da adı soyadından yoldaşınızın? Məmmədli Mahir. Mahir bəy də sizi kimi insanla fəxr elədiyinizdir. Həyat yoldaşı sizin olmanızla fəxr elədi və o da sizi təbrik elədi. Təşəkkür edirəm. Sizin neçə övladınız var müəllimə? 2. Allah saxlasın. 2 dənə qızım. Bəli, 3 dənə nəvəm var. Allah saxlasın. Bugün 2025-ci il 26 sentyabrdır. Və bizim arzumuz odur ki, sizin 70, 75, 80, 90 yaşında əməkdaşlarımız gəlib, sizlərlə bağlı gözəl çəkiliş eləsinlər. Təşəkkür edirəm. Minnətdarım. Çox sağ olun. Çox sağ olun. Siz də sağ olun.